imtina etdi. Beləliklə, təkanla yarışlara da yekun vuruldu. Respublika Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydarovun müsahibəsini sizə təqdim edirik ki, onun mövsümün yekunları haqqında dedikləri. 2010-cu il Ağır Atletikanın tarixində ən uğurlu səhifələrdən yazılan bir il kimi qeyd eləmək lazımdır. Çünki bu il istər veteranlar arasında, istər gənclər, yeniyetmələr arasında, istər yaşlar arasında ən çox medal qazanılan il kimi daxil oldu. Çünki 25 medal qazanıldı. Düzdür, bu medallar 7 dəfə deyirlər ki, Azərbaycanın himni səslənildi. Ağır atletlər tərəfindən 4 ağırlı qaldıranımız dünya çempionu oldu. Nicat Rəhimov bu il bizi ən çox sevindirən Nicat Rəhimov oldu. O yeniyetmələr arasında həm Avropa çempionu, həm də Singapurda keçirilən yeniyetmələrin 1-ci olimpiya oyunlarının qalibi oldu. Bundan başqa Valensiyada keçirilən Avropa birinciliyində 4 idmançımız, deməli bütün idmançılarımız burada uğurlu çıxış elədi. Medal dəstə 12 medal qazandı ümumi komanda. Yəni bu ili həqiqətən çox uğurlu il saymaq olar. Bütün respublika səviyyəsində keçirilən yarışlar, istər yeniyetmələr arasında, istər yaşlılar arasında, istər veteranlar arasında bütün yarışlarımız beynəlxalq səviyyəli yarışlar səviyyəsində keçdi. Bu il yarış keçirilmə baxımından da demək olar ki, yarış bu il həqiqətən çox keçirildi. Özünüz bilirsiniz ki, bu illəri biz artıq klublar da istəyir təhsil cəmiyyəti olsun, istər zirvə idman klubunun açıq birincilikləri, açıq zirvə kuboku və digər respublikanın 4-5 möhtəbər turnirləri çox gözəl səviyyədə keçirilmişdir. Başqa sözlə, bütün bu yarışları və eləcə də bu yarışlarda qazanılan nailiyyətləri Azərbaycanda ağır atletikanın yaranmasının bu 85 illik yubileyinə bir töhfə, hədiyyə kimi də qəbul eləmək olar yəni. Bəli, biz bu il bütün bunlar ağır atletikanın Azərbaycanda yaradılmasının 85 illiyinə hədiyyə kimi də qeyd olunur. Ancaq biz gələn ildən daha da bu yarışların, biz tək 85 illik yubileyə görə bu yarışları belə səviyyədə keçirməyik. Gələn ildən artıq daha da yarışlarımız bizim gözəl keçiriləcək. Bəli, idmançılarımızın sayı da demək olar ki, artıq get-gedə çoxalmaq üzrədir. Bilirsiniz ki, artıq əsasən də bizdə yeniyetmələr bu günləri respublikamızda çox güclü səviyyədədirlər. Biz qarşımızdan gələn ildə demək olar ki, yeniyetmələr arasındakı dünya və Avropa birincilərində əsas medala, komanda hesabında medala layiq bir komanda ilə getməyi nəzərdə tutmuş. Bu turnirə münasibətinizi bilmək istərdik. Azərbaycan Kubok uğrunda yarışlarda yeniyetmələr, gənclər, veteranlar, qadınlar, belə böyüklər, milli komandaya əsas namizədlər sınaqdan çıxarıldı. Nəticələr baxımından fikrinizi bilmək istərdik. Bugünkü yarış həqiqətən də bütün yaş qruplarına, istərsə də hətta ilk dəfədir ki, bizdə Azərbaycan Kuboku yarışında veteranlar da çıxış edir. Uzun fasilədən sonra qadınlarımız da bugün qayıdı. Bugün ən sevindirici hal odur ki, artıq bizdə öz Gəncədən bir qadın çıxış elədi, bir də Bakı Azal klubundan 2 legioner idmançımız çıxış elədi. Biz bu üçün böyük bir sevincdir ki, həqiqətən də gələn ildən Azərbaycanın qadın idmançıları artıq komanda şəklində iştirak edəcəklər dünya və Avropa yarışda çempionatlarında. Bundan başqa burada yeniyetmələri xüsusən qeyd etmək lazımdır ki, bugün artıq bizim yeniyetmə idmançıların nəticələri yaşlılarla eyni səviyyəyə qalxıb. Çünki bu çox sevindirici haldır ki, bizim ağır atletikanın gələcəyi çox güclü olacaq. Bu onu göstərir. 15 yaşlı, 16 yaşlı idmançılar bugün yeniyetmələr arasında 3 idmançımız yeni Azərbaycan rekordu təzələdilər. Çox sevindirici haldır ki, Nicat Rəhimov olimpiya çempionu olandan sonra çox idmançılarda olur. Biraz çempion olandan sonra boşalma olur. Biraz məşqlərə laqeyd olur. Ancaq biz sevinirik ki, bu Nicat o Singapurda göstərdiyi nəticədən də 9 kilo, 10 kilo artıq nəticə göstərdi. Bu bizi çox sevindirir və inanırıq ki, bizim bu yeniyetmə idmançılar daha da güclü nəticələr göstərəcəklər. Şübhəsiz ki, hazırda Azərbaycan ağırlıq qaldıranlarının ən birinci vəzifəsi, bəlkə də belə deyək, arzusu London Olimpiyadasında uğurla çıxış eləməkdir. Bu baxımdan milli komandanın hazırlıq planları haqqında nə deyə bilərsiniz? Deməli,
yaşlılardan ibarət yığma komandamız əsas hədəf götürüb Olimpiya oyunlarına medal qazanmayı. Biz keçən dəfə də qeyd etdik ki, biz üçün Avropa və dünya çempionatları bu dəqiqə yaşlılar arasında çox biz əsas məqsəd kimi götürülmür. Ona görə bütün hədəf Olimpiya oyunlarına yönəlib. Düzdür, bizim 4 lisenziya xalı qazanmışıq. Çalışacağıq ki, bu il qarşıdan gələn ildə Parisdə keçirilən dünya çempionatında bu lisenziyaların sayını minimum 5-ə və qadınlar arasında da minimum 1 lisenziya qazanmayı əsas federasiya qarşısına məqsəd qoyub, yığma komandanın qarşısına. Artıq turnirin mükafatçıları müəyyənləşdirilib və indi onlara xatirə edilərək kuboklar, pul mükafatları təqdim olunur. 6-cı yeri tutan idmançı Nizam Ruhullayev ümumi hesabda 261 kilogram nəticə göstərdi. Xosrov Əhmədov Bakı idmançısı 5-ci yeri tutur, 305 kilogram. 4-cü yer Əlibəy Səmədov Neftçi İdman Sağlam Mərkəzi və Azal İdman Klubunun nümayəndəsi. Bu isə Tornikev Kokayadan bürünc mükafat ona təqdim olunur. Tornikev Kokaya klasik 2 ölçülükdə 381 kilogram nəticə göstərdi, lakin şəxsi çəkisinə görə o turnirin qaliblərindən geri qaldı. İkinci yeri tutan atlet Əfqan Bayramov ümumi hesabda 327 kilogram nəticə göstərdi, lakin onun şəxsi çəkisi cəmi 74 kilogram 300 qramdır və bu amilə görə Tornikev Kokayanı qabaqlaya bildi və nəhayət Gəncə idmançısı Namiq Cəmilov 355 kiloqramla birinci yeri tutdu. Azərbaycan çempionatında olduğu kimi bu dəfə də kubok turnirində də fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Hörmətli tamaşaçılar, bununla da Azərbaycan kubok uğrunda ağır atletika yarışlarından reportajımızı sona çatdırırıq və ağır atletlərimizə qarşıdakı mövsümdə də yeni uğurlar arzuluyuruq. Reportajı Fikrət Adgözəlli aparırdı. Sağ olun, gələn görüşlərədək.